Bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı ödənilən zaman yalnız gündəlik deyil, eyni zamanda saatlıq tarif maaşı da nəzərə alınacaq. Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Deputat Vüqar Bayramov Asan TV-yə daha ətraflı məlumat verib, dinləyək. Qeyri-iş günlərində çalışan vətəndaşlarımıza əlavə çalışdığı saatlara görə ödənişlər olacaq. Bu zaman təbii ki, ödənişlərin hesablanması qaydası Əmək Məcəlləsində təsbit olunur. Bir sıralarda vətəndaşımız bütöv iş günü deyil, müəyyən saatları çalışırdı və təbii ki, ona ödənişin hesablanmasında praktikada müəyyən çətinliklər olurdu. Məsələn, əgər vətəndaşımızın saatlıq maaş tarifi 25 manatdırsa və qeyri-iş günündə 3 saat çalışıbsa, ona 75 manat deyil, Əmək Məcəlləsinə əsasən ən azı 150 manat həmin saatlara görə vəsait maaş hesablanacaq. Hər saata görə hesablanan maaşın məbləği ən azı 2 dəfə çox olmalıdır.